daha xoş gəlmisiniz. Hal-hazırda gördüyünüz kimi Delhi aeroportundayım və buradan gedirəm Bangkoka, oradan da Pattayaya. Bəli, bu dəfə də Taylanda gedirəm, amma heç getmədiyim bir yerə, çox təriflənən və çox maraqlı olduğunu deyilən bir yerə. Nəysə, davamını zaten görəcəksiniz. Getdik. Vaxt keçsin deyə belə bir restorana gəldik. Dizaynı çox qəşəngdir. Amma yeməkləri həmişə olduğu kimi çox acıdır. Delhi aeroportunda bu baş heykəlini görməmişdim. İndi görürəm. Qəşəng imiş. Otelə çatdım. Əsas məsələ buradadır. Mənzərənin gözəlliyi. Bu bizim Pattaya'dakı otelimiz. Adı Siam by Shore'dur. Burada belə yerlər var. Baxın, bu formada. Hər şey satırlar. İndi Walking Street'e doğru getməyə çalışırıq. Belə bir yerə gəldik. Bu da Walking Street. Gəzirəm, görüm nə var, nə yox. Bu nə? Qaranlıq olduğu üçün belə fanar verirlər. Yeməklərə baxanda lazım olur. İndi isə fresh fruit almağa gəldik. Hamısı cəmi 2 manatdır. 2. Bu doğranmışlar da 2 manat 50 qəpik. Bu da meyvəm. Good morning. Səhər belə oyanmaq nə gözəl hisdir. Kahvaltı zamanı. Burada səhər yeməyi üçün olan ərazi. Burada omlet falan pişirirlər. Yeməkləri bəyəndim amma qəşəngdir. Bu da otelimizin gündüz görünüşü. Pullarımı aldım. Oy. Yeni aldığım paltar və ayaqqabım. Gedirəm. Sanctuary of Truth adını əgər düz dedimsə, buranın ən maraqlı tempullarından biriymiş. Marağı da ondadır ki, bu arada mən də görmək istədim. Saçım dünən fen işləmədi, ona görə yudum belə qaldı, üstündən biraz muz vurmuşam. Niyə görə maraqlıdır? Çünki 1981-ci ildə tikməyə başlayıblar. Və hələ də tikib qutara bilməyiblər. Çünki tamamı taxtadan tikilir və çox maraqlı bir görüntüsü var. Gedirik ora. Gəldik, çatdıq. Buranın adı Həqiqət Tapınağıdır. İndi ora doğru gedirik. Və gəldim, çatdım. Axır ki gəldim, çatdım bura. Bura gələndən ancaq bu templu görmək istəyirdim. Mənə çox maraqlıydı, həm də görünüşü çox qəşəngdir. Təbii ki, geyimimə də uyğundur. Şəkilləri isə Instagrama keçiririk, baxa bilərsiniz. İçəri girmək üçün belə kaskalar taxmalısınız. Çünki dediyim kimi içəridə inşaat işləri getdiyi üçün başınıza nəsə düşə bilər. Baxın, hamısı burada düzəlir. Bunlar burada düzəldirlər. Sonra aparıb ora yapışdırırlar. Görən nə vaxt tamamlanacaq, mənə də maraqlıdır. Burada da belə bir maketi var. Düzəldib qoyublar bura. Bu da özü. Gəldim axır ki. Bu nədir belə? Taxtalar. Nə ola bilər ki başqa? With you, are they still alive? Who among you here have your parents with you right now? Mommy's here? Where's mommy? Mommy's right there, daddy's here. Anyone else? Let's complete the right family. What is I or Y?
detallar təsəvvür eləyin, bir-bir işlənib hamısı. Bəli dostlar, son halım bu şəkildədir. Başımda tas, üstümdə bu yaylı və içəri gəzirəm. Baxın, burada hələ işlər gedir. Yəni bu qədər elm, texnika inkişaf eləyib, çoxlu aparatlar var. Bu insanlar niyə hələ də əlləri ilə bu şeyləri hazırlamağa çalışırlar? Amma detayları görsəz, yəni yaxından görsəz belə, mən şokdayam. Buna baxın. Bunlar hamısı bir-bir işlənib. Baxın. Hələ tavanda da var. Oo. Bura da çox gözəldir. Burada da belə gözəl bir mənzərəsi var. Burada da belə şəkil üçün güşələr qoyublar. Belə bu formada, hətta yerdə də belə şəkil, yəni buradan yaxşı alınır deyə belə stikerlər yapışdırıblar. Çox qəşəngdir. Nə deyim valla. 1 saat vaxtımız bitdi. İndi isə geri qayıdırıq. Burada isə belə bir taxtadan heykəl var. Bu da ailə dəyərlərini ifadə edir. Atanı, ananı və balaca uşaqlarını. Gün batımını da gördük. İndi isə gedirik. Daha bir yerdən qovuldum. Mən elə bilirdim ki, Aygün yanımdadır. Aygünə görə hər yerdən qovuluruq. Amma sən demə yox, problem Aygündə deyilmiş. Nəysə, bunu ona görə çəkirəm ki, yoxlayım görüm Aygün mənim vloglarımı izləyir, yoxsa yox. İzləyirsənsə aşağı yaz görüm. Bir passion fruit meyvəsi həqiqət tapınağına qarşı yeyilə bilər. Və yenə də bu streetdə gəzirəm. Gəzməyə çalışıram, mən aslında. Masaj yeri axtarıram. Deyəsən tapdım. Masaj bitəndən sonra belə bir çay gətirdilər. Amma içə bilmirəm, nəsə ot falan var içində. Fərqli yaşıl çay. Good morning. Bugün menyumuzda çox qəşəng meyvələr var. Onu sizə göstərəcəm. Mənim ən sevdiyim. Nəysə, gedim indi yeməyimi yiyeyim. Bugün biraz pasiv istirahət eləmək istəyirəm. Yəqin ki, heç yerə getməyəcəm, ancaq otelin həyətində biraz dincələcəm və təbii ki, zaqar alacağım. Burada bizim pizzamız hazırlanır. Bayaqdan bunu bişirirmişlər. Qəşəng görünür. Yeməyi yeyəndən sonra bunlar qaldı. İstəyirəm bunları götürüm. Baxın necə gözəldir. Çox gözəl balıq qulağıdır. Bugünün looku da bu şəkildədir. Pattaya sahilində gəzməyə çıxmışam. Görün nə tapdım. Çox şirin deyil sizcə də. Yolu keçdim bu tərəfə. Buraları gəzmək üçün. Tayland xalqı belə dəniz qırağında oturub. Mən də otelə doğru yavaş-yavaş adımlayıram. Yol üstü yenə bir tapınaq. Daha bir dəlixana. Yolda belə şirin bir maşın gördüm. Daha doğrusu maşınlar. Biraz da alışveriş eləmək lazımdır. Bir dənə açıq bir məkan tapdım. Qəşəng buddalar falan var burada. Axır ki Tayland dondurması tapdım, aldım.
Hello. Bugün sizi bir yere aparacağım. Buranın en meşhur rooftoplarından biridir. Yeməkləri də çox dadlıymış. Ben de acından ölürəm. Getdik. Ve geldim, çatdım. Buranın en meşhur rooftoplarından biri. Bir de böyle yukarı kalkacağım. Girişi bu şekildedir. Tez yemeğime bakın. Buranın special burgeri var imiş. Belə yumurtalı, mini yumurtalı deyək. Məkanın ümumi görünüşü bu şəkildədir. Belə gözəl bir mənzərəsi var. Bu arada gəlmək istəsəz nəzərə alın. Saat 5-də açılır. Axşam saat 12-1-ə qədər davam edir. Ona görə mən tez gəldiyim üçün biraz adam azdır. Az deyəndə bir nəfərdən bir dənə varam. Burada belə bir dənə çang deyə yer var. Hər kəs belə oturub pivə falan içir. Evet, bu da pivənin adıdır bu arada. Görüntü də bu şəkildədir. Türkiyədəki bəzi o dəniz qırağı meyxanələrə oxşadı. İndi isə gəldim buranın ən böyük AVM-sinə, yəni alış-veriş mərkəzinə. Çoxlu kosmetikalar alıram. Və buna baxın, burada kişilər üçün də kosmetika var. Yəni burada kişilər də makyaj eləyir. Nəzərinizdə olsun. Gəlin belə sizə otelin girişini göstərim. Bu baseynə gedir bu yol. Burada belə həyət var. Baxın. Ne güzeldi. Bu da həyətin başqa bir tərəfi. Həyətimizdə belə bir bağça var imiş. İndi xəbərim oldu. Çox qəşəng bir yerə aparacağım sizə. Gəldik. Pattaya'nın en meşhur, en güzel bağçasına geldik. Burada həmçinin dinozavr krallığı var. İndi o tarafa doğru gedirəm. Bura kaktus bağçasıdır. Gördüğünüz kimi her çeşitdən, her cürə kaktuslar var. Burada çoxlu fillər var. Burada da 9 dənə Tayland buddası var. Burada da mənalarını yazıblar ama anlamadım. Bir yaxınlaşıb üstündə İngiliscə olanları oxuya bilərəm amma. Şirin bayaqdan mənə əl eləyir. Əl yəni xortum eləyir. Elə bir dənə də. Elə bir dənə. Elə də baxsınlar. Bayaqdan eləyirdi. Deməli, giriş 600 baht idi. 100 baht da əlavə ödəyirsiniz ki, sizi belə avtobusla gəzdirsinlər bu bağçanı. Düzəldiblər bunları. 578 สายพันธุ์ถูกตัวปันตามขนาดจริงทั้งหมดนะครับเทียบเท่าตัวจริงนะครับยกเว้นสีที่ใช้จินตนาการ Çok qəşəngdilər. Orada da biri can çəkişir yumurtadan çıxmaq üçün. Burada hətta bəzilərinin tapılan qalıntılarının da şəkli var. Ona əsasən düzəldiblər. Seçə bilmirəm, ən böyüyü hansıdır? O ikinci ən böyüyü oxşur amma. Burada da gün batımı nə gözəl görünür. Deməli bu arxada görünən yerdə Nong Noch botanik bağçasıdır. Əgər adını düz dedimsə.
Hə, onu qeyd edeyim ki, burada düzəldilən maketlər deyilənə görə elə yazılıb. Birəbir qalıntılardan əldə olunmuş sübutlara əsasən düzəldilib. İndi sizə yumurtasını göstərəcəm. Dinozavr yumurtası bu boyda olurmuş. İndi birazdan içinə girəcəm onun. Bunun rəngi qəşəngdir. Bunlar da suda yaşayan dinozavrlar. Plesiosaurus. Ən böyüyü də budur. Bu da uçan dinozavrlar. Multfilmlərdə falan görmüşdüm. Və dinozavrlı su satan belə bir mini kafe var. Və turumuz bitdi. İndi geri qayıdırıq. Hello, bugün ani qərarla tətilimi 3 gün uzatdım, yeni otel tutdum, dönüş bileti aldım və indi çox qəşəng bir yerə gedirəm. Əminəm ki, oranı bəyənəcəksiniz. Gəldiyimiz yerin gözəlliyi. Belə maskalar almışam. Bu saç üçün serumdur. Burada çox təriflənir. Sonra bu ən məşhur düyü tərkibli sabundur. Ağardıcı effekti var. Sonra ağardıcı kremdir. Bu xəstələnəndə falan bir yeriniz ağrıyanda çəkirsiniz. O dəqiqə ağrısını kəsir. Əvvəl almışdım, amma istifadə edib bəyənmişdim. Ona görə yenidən alıram. Sonra burada çox təriflənən belə bir SPF-li krem primer var. Bunu da istifadə edəcəm. Daha sonra belə bir şeylər almışam və təbii ki, sizə də hədiyyəm var. Hello! Yeni bir günə günaydın. Bugün çox sevinirəm. Çünki axır ki, adaya gedə bilirəm. Bir də buna baxın. Gediş dönüş 300 baht oldu. İndi isə yola düşürük. Deməli dostlar, Kolan adasına getmək üçün düz otelin yanından botlar qalxır. Gediş dönüş adam başı 300 bahtdır. Çox ucuzdur və 15 dəqiqəyə çatacaq adaya. Burada da minəcəyimiz bot. Daha doğrusu bu. Gəlirsiniz, belə buradan botdan düşürsünüz və Welcome Kolan Island. Baxın, adaya düşən kimi bir sürü bayklar sizi gözləyir. Burada da belə qəşəng şeylər asıblar. Adaya gitmək üçün belə bayk kiraladık. Və gedirik buranın ən sakit Taya Beach'inə. Buradan 5 dəqiqəlik məsafədədir. Bu da məşhur Taya Beach. Mən şəkildə görəndə buralar belə deyildi. Yəqin insanların təhlükəsizliyi üçün belə eləyiblər, amma görüntünü pozur. Qayaların içi ilə belə bir yerə gəldim. Və artıq yavaş-yavaş geri qayıdırıq. Fresh almağa gəldim, amma bir də nə görsəm yaxşıdır. Burada kimsə baybuşu suluyur. İlan da var imiş. Əlləşdirir ilanı. Hey, ona bax. Çox balaca boyuyla ilanı tutmaq istəyir. Sonuncu dəfə Walking Street'dən sizə video çəkim. Çünki taksi gəlir və gedirəm digər otelimə. Bu da yeni otağımın mənzərəsi. Bu da təzə otelimin həyəti.
Good morning. Gecə səhərə qədər yağış yağıb. Otelimizin mənzərəsinə bir baxın. Nəysə, gedirik kahvaltıya. Buna baxın, buradan isti su çıxır. Belə bir mənzərə alınıb. Ora tökülür, orada baseyn var. Kahvaltıdan sonra düşdüm sahilə. Burada çoxlu balıqçılar var imiş. Baxın, balıqçı teknələri balıq tuturlar, sonra da gətirirlər, burada satırlar. Görün nə tapdım. Baxın, burada da tutduqları şeylər satırlar. Bu nədir belə? Ay. Qiymətləri də fərqlidir gördüyünüz kimi. Buna baxın, burada başqa bir şey var. Gün batımına doğru bir restoran axtarıram. Əsas da seafood restoranı olsun. Amma bayaqdan 2 yerə getmişəm. Google'da axtarıb tapdığım 2 yerə. Amma heç biri o deyil. Biri bufeti idi. Ancaq ilbiz zad var idi. Yəni yeməli bir şey yox idi. Biri də belə qəribə bir restoran idi. İndi gedirəm 3-cüyə. Görək 3-cüdə məni nələr gözləyir. Bir mənzərəni də çəkim baxın. Cəmaət hamısı belə oturub, stollar qoyub yemək yeyir. Yəni biraz da tapa bilməsəm gedib qoşulacağam onlara. Tapdım. Balıq tapdım. Hara gedirsən? Bax, 2 dənə oldular. Görün nə satırlar burada. Yenə yol üstü Tayland sokak lezzetləri. Bugün oteldə son günümüzdür. Və risk eləyib portağal içirəm. Aeroportun da hər yerində belə şeylər var. Çox qəşəngdir amma.